Ayda çok qəşəng yerdir bura. Ha, qəşəngdir, pisdir. Keçən uşaqlarla bura gəlmişdik. Ofisantla müştəri arasında bir dənə dava düşdü. Ofisant bir dənə qoydu müştəriyə belə. Müştəri mil uzandı yerə, ayrılda bilmirdilər. Polislər zətlər gəlmişlər. Çox qəşəng idi. Hər şey belə xoşa gələn bir şeydir. Məsələn, hamımız sığışırıq normal falan. Bir balaca xoşuma gəlməyən şey səs çoxluğudur. O da ki, məncə keçilə bilən bir şeydir. Murat, amma dil həddindən artıq çox səs adamın beynində xərçəng yaradır. Nə oldu? Murat 2 gündür başımın burası ağrıyır, bilmirəm nədəndir. O şey, bu yanı düzdür? Oyda mənim əsgər yoldaşım da ağrıyırdı, səhərsi gün öldü. Ana gec danışsan, xəstəsən sən. Ağzı açsan kimi nə nifrin nevi tökürsən. Nə dedim, ölüb də nə edeyim mən? Ala yer ki düşünəməzsin. Ayda bunlara yaranmır. Gəl buradan yol keçək. Hə, keçək. Ayda, keçən buradan yolu keçəndə xalanın maşını vurdu. Xala qalxdı göyə sonra düşmədi yerə. Mən damazlara düşdü deyəsən orada. Ben sizə niyə belə bədbin şeylər danışdın? Ürəyim sıxıldı səninlə. Neyini mən xala keçəndə yola baxmayım da. Mən vurmuşam bəyə. Bax, heç nə istəmirəm. Bir dənə bu binadan mənim evim olsaydı başqa dərdim olmazdı. Ay, dəlisən sən. Burada həftə 8, mən 9 ev yanır. Nifrinliyi bir tökəsən də bu arzunun içinə. Nə dedim? Yaxşı gəl, ayda bir dəfə yanır, gəl.